Salam əziz şagirdlər və müdavimlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə ədəbiyyat nəzəriyyəsinə başlayırıq. Nəzəriyyə təqribən 4 və 5 bölümlü olacaq. Bugün biz ilk bölümünü, yəni ilk hissəsini keçirik. Nəzm və nəsr. Sizə bunu deyim ki, ədəbiyyatın bel sütunu nəzəriyyədir. Nəzəriyyəni yaxşı biləndən sonra orada ədəbiyyatın bir sıra əsərlərin təhlilində siz artıq bir addım öndəsiniz. Həm də testləri yazarkən nəzəriyyə bilmək sizin üçün təbii ki, bir üstünlükdür. Ona görə də mən tövsiyə edirəm ki, izaha diqqətlə qulaq asasınız, səbirlə qulaq asasınız ki, böyük uğur əldə edəsiniz. Başlayaq. Deməli, ədəbiyyat nəzəriyyəsində bizim ən birinci qarşımıza çıxan anlayışlar nəzm və nəsr anlayışıdır. Görək, nəzm və nəsr nə deməkdir? Nəzm bir əsərin şeir formasında yazılmasıdır. Yəni, hər birimizin qarşısına əvvəl-axır bir şeir çıxıb da, şeir necə olur? Qafiyəsi olur, səs, məsələn, intonasiya uyğunlaşması olur. Nəsr isə tam tərsinə bizim normal işlətdiyimiz əsərdəki cümlələrə deyilir. Məsələn, bugün hava isti idi, mən çölə çıxdım. Yəni, qafiyəsi olmayan, şeir formasında yazılmayan yazı tərzlərinə biz nəsr formasında yazılan əsərlər deyirik. Belə, yəni nəzm, nəsrə artıq nə olduğunu bildik. İndi nəzmi nəsrdən fərqləndirən nəzmə aid 5 dənə əlamət var. Yəni, bu 5 əlamət testə düşür və nəzm nəsrdə fərqləndirən əlamətlər kimi düşür. 5 dənədir ki, bunlar nəzmdə var, amma nəsrdə yoxdur. Birincisi ahəngidir, ahəngə ritmlə deyilir. Tərifə və izahına diqqətlə qulaq asın. Ahəng eyni ölçülü səslərin bir-birini izləməsinə deyilir. Ki, bir şeirin ən önəmli xüsusiyyəti də orada eyni ölçülü səslərin olmasıdır ki, o səslər bir-birini izləyirlər, şeirdə bir intonasiya salları yaranır. Sən bu izahı, tərifi yadında saxla. Bil ki, bu ahəngə aiddir. Çünki ahəngdə qarşımıza çıxan test suallarında bu məsələn izah verilir və səndən soruşulur ki, bu izah hansı anlayışın izahıdır? Deyəcəksən ki, ahəngin anlayışıdır. Ahəng nədir? Nəzm nəsrdən fərqləndirən xüsusiyyətdir. 2. Ölçüdür, digər adı vəzindir. Bu da lirikdən xüsusiyyətidir. Bizim də ədəbiyyatımızda 3 vəznimiz var. Yəni şeirin yazılma forması da tərzi. Əruzi vəzni var, heca vəzni var, bir də sərbəst vəzn var, sərbəst şeir forması var. Birazdan biz vəzinlərə ayrıca toxunacağıq. Üçüncüsü bölgüdür. Lirik növün xüsusiyyətlərindən biridir. Bölgü nədir? Misranın ortasında verilən fasiləyə deyilir. Məsələn, mən tutaq ki, bu şeir nümunəsini görürsünüz də hər halda. Mən tutaq ki, bu şeirin birinci misrasını oxuyuram. Məsələn, boyun sürahidir, bədənin büllür. Əgər bu misrada mən harada fasilə verdimsə, o 0,5 saniyəlik fasiləni verdimsə, orada bir bölgü əmələ gəlir. Məsələn, gəlin burada görək fasiləni harada verəcək. Boyun sürahidir, fasilə verdim. O zaman belə bir xət qoyuram, bədənim büllür. Artıq mənim bu misramda bir dənə fasiləm var. Bu fasilə bölgüdür, yəni bölgünü buradan qoyuram. Gərdənin çəkilmiş, minadan pəri. Sən ha bir sonasan, cüda düşübsən, bir bölük yaşılbaş, sonadan pəri. Deməli, bölgümüzü qoyduq. İndi ola bilsin ki, bəzi misralarda 3 dənə bölgü var. Birini buradan qoyarsan, birini buradan, yəni 2 dənə bölgü qoymuş olacaqsan, 3 yerə ayıracaqsan. Amma yadda saxlayaq ki, yəni bölgü dəyişə bilir. Standartı yoxdur ki, mən mütləq hər misraya bir dənə bölgü qoymalıyam. Yəni, bölgünün biz hecalan sayı necə tapırıq? Tutaq ki, mən bu xəttimi qoydum bura. Bu tərəfdəki sahibləri sayıram. 1, 2, 3, 4, 5, 6. Yazıram bura 6. İndi bir də bu tərəfdə, sağ tərəfdəkiləri sayıram. 1, 2, 3, 4, 5. Yazıram bura 5. Bizim bu şeirimizin bölgüsü 6-5 formasındadır. Bunu yadda saxlayaq. Yəni, sənə testdə, məsələn, bu şeir forması verilir. Deyər ki, buna aid doğru fikirləri söylə. Sənə deyəcək ki, məsələn, bölgüsü tutaq ki, 4, məsələn, 4, 3 formasındadır. Yanlışdır. Çünki mən sahib görürəm ki, 2 dənə bölgü yoxdur burada. 4, 4, 3 formasında ayrılsın. Bir dənə bölgümüz var. O da bir tərəfinə 6 dənə sahib düşür, bir tərəfinə 5 düşür. Yəni, bu sahiblərin sayıdır, hecaların sayıdır. Ona görə deyirəm ki, buradakı bölgüm 6-5 formasında olmuş olacaq. Bölgünün sayında 6 üstə gəl 5 neçə elir? 11 elir də. Deməli, 11 hecalı şeirimdir. Sadəcə olaraq mən bölgünü qoyuram. Onun bəzi hissəsi o tərəfə qalır, bəzi hissəsi bu tərəfə qalır. Bu sənin bölgü xüsusiyyətindir. Deməli, yadda saxlayaq ki, bölgü nə oldu? Şeirdə misranın ortasında müəyyən hissələrində verilən fasilə olmuş oldu. Bu çox vacib məqamdır. Sonra, 4-cü lirik növün o xüsusiyyəti qafiyədir. Qafiyə nədir? Misralarda bir-biri ilə səsləşən sözlərə deyilir qafiyə. Bizim bildiyimiz qafiyədir. Yəni, gəlin nümunələrə birbaşa baxaq. Məsələn, şeirdə deyir ki, mən gündən günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylərləşən
Dostdan, aşinadan necə əl çəkim? Mən burada baxıb görürəm ki, səsləşən sözlərin bir gözəlləşən sözü ilə əlləşən sözüdür. Bir də dünyadan sözü ilə aşinadan sözüdür. Niyə bunlar qafiyə hesab olunacaqlar? Çünki bunlarda eyni sait özəllikləri var. Məsələn, gözəlləşəndə bu ə ilə bu ə, bu ə ilə bu ə. 3 dənə burada saitim eynidir deyə bu qafiyədə 3 dənə sait uyğunlaşdı. Dünyadan və aşinadan da A ilə A, yəni 2 dənə saitim eynidir deyə bu qafiyəmdə də 2 dənə sait uzlaşmış, uyğunlaşmış olur. Yəni sənin qafiyə dediyin şey budur. Səsləşən saitlər, səsləşən sözlərə deyilir qafiyə. Qafiyənin də burada təbii ki növləri var. Baxın, qafiyənin növləri hansılardır? Bir var zəngin qafiyə. Zəngin qafiyədə, buna tam qafiyədə deyilir. Artıq mənim qafiyəmdə 2-dən çox heca, yəni sait bir-biri ilə uyğun gəlir. Məsələn, qafiyə olan sözlərimiz əgər aldı ilə qaldı sözləridirsə, gəlin görək neçə dənə saitimiz eynidir bu iki söz arasında. A ilə A, I ilə I. Deməli, 2 dənədir. Əgər 2 və 2-dən çoxdursa, mən artıq bu qafiyələrə, bu iki qafiyəyə deyəcəm zəngin və yaxud da tam qafiyə. Amma bir də var yoxsul qafiyə. Yoxsul qafiyə o şey qafiyəyə deyilir ki, digər adı natamam qafiyədir. Orada yalnız mənim bir dənə saitim qafiyələr arasında eyni olsun. Məsələn, baxla taxa fikir verək. Bir dənə A, bir dənə A. Hərisində yəni bir dənə saitim uyğundur deyib, bu yoxsul qafiyədir. Ona görə də buna deyəcək biz həm yoxsul, həm də natamam qafiyə. Testlərdə də qarşımıza çıxacaq. Elə bayaqçı şeirə qaydaq. Məsələn, burada gözəlləşən, əlləşəndə neçə dənə saitim eynidir bu qafiyə sistemində. 1, 2, 3 dənə əmiz burada var, 3 dənə də əmiz burada var. Səsləşirlər də gözəlləşən, əlləşən. Deməli, 3 dənə var deyə bu zəngin qafiyədir. Dünyadan, aşinadan da 2 dənə A-larımızdır deyə 2 dənə də var olduğu üçün bu da zəngin qafiyə olacaq. O yalnız bir dənə olanda mən ona yoxsul qafiyə deyəcəyim. Sonra, qafiyənin digər növü qulaq qafiyəsidir. Qulaq qafiyəsi necə olur? Məsələn, sözlərimiz yazılanda fərqli hərflərlə yazılırlar. Yəni, yazıldığı kimi oxusaq qafiyə yaratmazdır. Amma tələffüz zamanı qafiyələşmə olur. Məsələn, baxda X var, qonağın yazılışında Q var. Baxla qonaq deyəndə qafiyələşmir. Amma mən axı bilirəm, amma qonağın tələffüzü qonaq kimidir. Ona görə tələffüzdə necə olur? Bax, qonaq. Görürəm ki, burada artıq qafiyələnmə alınır. Alındığı üçün də bu tələffüzdə uyğunlaşdığı üçün yəni qulaq qafiyəsi deyəcək. Yəni qulaqda eşidilir deyə bunun adı qulaq qafiyəsidir. Ona görə də bu olacaq qulaq qafiyəsi. Bir də var bizə daxili qafiyə. Daxili qafiyə necə olur? Məsələn, mən bir şeiri dediyim, normalda bizim qafiyələrimiz sonda olur, adətən. Amma daxili qafiyə sistemində isə qafiyələnmə ortada da özünü göstərə bilər. Məsələn, Məhəmməd Füzulinin şeirinə fikir verək. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə təyin eləyən qafil, səni görəcək utanmazmı? Bax, mail ilə qafil şeirin tam orta hissəsindədir. Və şeirin intonasiya çalarının qorunması üçün qafiyələniblər. Bu, ortada daxildə olduğunu daxili qafiyədir və daxili qafiyənin yeri sabit olur. Deməli, sonra gəlirik cinas qafiyəmizə. Cinas qafiyə, qafiyənin 5-ci və sonuncu növüdür. Cinas qafiyə nəyə dedir? İndi biz lirik növü keçəndə təznis keçəcək və cinas qafiyəni orada ətraflı göstərəcək sizə. Cinas qafiyədə adətən biz qafiyəni oxşar sözlərindən, yəni eyni sözdür, sadəcə olaraq tələffüz sisteminə görə müxtəlif mənalar verir və bunlar bəzən də amonimlərdən ibarət ola bilərlər və bunlar cinaslıq yaradır. Gəlin şeiri oxuyaq. Geyibdir qəddinə yar alacanı, yəni geyim formasını. Aç müjgan oxunu, yarala canı. İstər Ələsgərdən yar alacanı, tökəndə zülflərin ayana yana. Deməli, burada yar alacanı, yaralacanı, yar alacanı eyni hərflərdən ibarət olunmuş qafiyə sistemidir. Amma hər bir misrada ayrı yazmaqla, intonasiya ilə mən fərqli mənalar əldə edirəm. Belə xüsusiyyətli qafiyə sisteminə biz deyəcəyik cinas qafiyə. Bu cinaslıq xüsusiyyətidir. Yəni, cinas deyəndə siz artıq bu sistemi yadda saxlamalısınız. Cinas qafiyədə sözlər amonimlərdən ibarət ola bilər. Axı, anonim də elədir, eyni cür yazılır, müxtəlif mənalar verir. Amma olmaya da bilər. Məsələn, burada anonim deyil, çünki yazılış fərqləri var. Anonimlərin isə yazılışı eyni olmalıdır. Bu anonim olmasa belə eyni adı cinaslıq əmələ gətirmişdir. Yəni, cinas qafiyə budur. Testdə bir də sizdən soru çalar ki, cinas qafiyə yalnız amonimlərdən ibarət olur. O fikir yanlışdır. Davam edir. Qafiyənin növlərini bildik. Testdə qarşımıza çıxsa da biləcək. Zəngin, yoxsul, qulaq, daxili və cinas qafiyə. İndi isə gəlirik rədif anlayışına. Rədif də nəzmi nəsrdən fərqləndirən sonuncu xüsusiyyətdir. Rədif nədir? Rədif qafiyədən sonra təkrarlanan sözlərə deyilir. Qafiyədən sonra təkrarlanan söz nə deməkdir? Gəlin şeiri oxuyaq.
Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan göylərləşən, dostdan aşinadan necə əl çəkim? Qafiyəm mənim hansıdır? Dünyadan sözü ilə aşinadan sözü. Hə, bu dünyadan və aşinadan qafiyədir. Niyə? Çünki burada səsləşmələrimiz eynidir. Bu qafiyəmdən sonra təkrarlanan sözüm hansıdır? Necə əl çəkim, necə əl çəkim? Yadda saxla, qafiyədən sonra təkrarlanan sözə biz deyirik rədif. Yəni mənim rədifim budur. Rədifin yeri sabit olur. Test bunu bizdən dəfələrlə soruşacaq, nəzərə testləri. Niyə sabit olur? Yəni dəyişməz olur. Çünki rədifin yeri qafiyədən sonradır. Vəssalam, mən bunu rədifi əvvələ qoya bilmərəm, ortaya qoya bilmərəm. Gərək qafiyə gəlsin ki, ondan sonra rədifimi gətirim mən. Bəzi şeirlər var ki, müəlliflər məsələn həmin şeirlərə rədiflə ad qoyurlar. Məsələn, sən buna necə əl çəkim şeiri də deyə bilərsən. Çünki əsərlərin bəziləri elə rədifə əsasən adlanırlar. Yəni rədif budur. Yəni yadda saxlayaq. Bir də rədif təkrir hesab olunmur. Təkrir yəni təkrarlanan sözdür. Yəni test sənə deyəcək ki, məsələn bu təkrirdir çünki təkrarlanıb. Amma yadda saxla, bu bəli təkrarlanma var burada. Amma bu qafiyədən sonra gəlmiş təkrarlanmaları biz rədif götürürük. Təkrir götürmürük. Bu anlayışda bilək bəsimizdir. İndi isə gəlirik ədəb vəzinlərimizə. Biz bayaq mən sizə burada dedim ki, bax, vəzin anlayışımız var. Nəzm nəsrdən fərqlənən xüsusiyyətlərdən biridir. İkincisi də yəni. İndi gəlin vəzinlərə biz ayrılıqda toxunaq. Deməli, vəzinlərimiz 3 dənədir. Heca, əruz və sərbəst vəzin. Gəlin birinci heca vəzindən başlayaq. Heca vəzni bizim ədəbiyyatımızda milli vəznimizdir. Yəni bu tərzi biz yaratmışıq. Və ona görə də digər adı barmaq vəznidir. Və heca vəznində olan şeirlərin dili çox anlaşıqlı, rahat, dilə yatan olur, sadə olur. Və alınma sözlərdən də orada az istifadə olunur. Bu vəzində, yəni sən heca vəzində vahid söz prinsipini əsas götürməlisən. Bunu əzbərləməlisən. Çünki testdə dəfələrlə düşür. Məsələn, əruz vəzində vahid söz prinsipi qorunması şərti yoxdur, amma heca vəzində var. İndi göstərəcəyim vahid söz prinsipi nədir. Və bir şey də yadda saxlayaq ki, bizim qədim dastanlarımızda olan Kitab-ı Didə Qorqud və eyni zamanda da Zərdüştlüyün kitabı olan Avesta nümunələri, Avestadakı o nümunələr heca vəzində yazılıb. Yəni sən deyə bilməzsən Kitab-ı Didə Qorqudakı şeirlər əruzdadır. Xeyr. Yəni bu ikisini yadda saxla ki, bu heca vəzindədir. Gəlin məsələn heca vəzinlər baxaq görək, vahid söz prinsipi nə deməkdir? Məsələn, bu mənim heca vəzinə şeirimdir. İxtilatın şirin sözün məzəli, şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli, nə gözəl doğubsan anadan pəri. Yəni, mən bu şeiri təbii ki, internasiyonda oxumuram. Çünki dərs izahıdır deyə, yəni sonra deməyin ki, müəllim belə şeir oxuyurlar. Narahat olmayın. İndi gəlin bu heca vəzindəki şeirə fikir verək. Görürük ki, məsələn, bunun dili çox sadədir. Yəni, çünki heca vəzindədir. Vahid söz prinsipi nə deməkdir? Baxın, gəlin bu şeirə bölgülərimizi qoyaq. İxtilatın şirin, sözün məzəli. Şəkər gülüşündən canlar təzəli. Ellər yaraşığı, ölkə gözəli. Nə gözəl doğubsan, anadan pəri. Yəni, fasilələri xət qoyduğum yerdə qoyuram adətən. Və fasilələri qoyduğum üçün 1, 2, 3, 4, 5, 6 heca burada, 5 heca da burada olsun, 6-nın 5-ə bölgüsündən istifadə olunur. Vahid söz prinsipi bu deməkdir ki, mən bunu böləndə vahid sözü qoruyuram, yəni sözü ortadan kəsmirəm. Söz bitir, sonra mən bölgümü qoyuram. Mən məsələn belə desəydim ki, ixtilatın şirin sözün məzəli. Bu alınmazdır təbii ki. Ona görə də vahid söz prinsipinə görə mən bu sözün vahidliyini qorudum. O bitdi, mən sonra bölgümü qoydum. Vahid söz budur. Məsələn, burada da şəkər gülüşündən sözündə bu gülüşündən sözü bitir, ortadan kəsə bilmirəm. Ondan sonra mən fasiləmi qoyuram. Yəni vahid söz prinsipini qoruyuram. Ona görə də bizim heca vəznimizdə vahid söz prinsipi mütləq qorunmalıdır. Amma vahid bölgü prinsipi desə, bölgü prinsipi, vahid bölgü prinsipi fərqli anlayışdır. Vahid bölgü prinsipi budur ki, məsələn, burada 6-5-dir. Ola bilsin, elə şeirlərimiz var ki, məsələn, orada 4-4-3 formasında olur. İndi düzdür, bu şeirimizdə hamısı 6-5 forması bölünür. Amma 4-4-3 ola bilər. Yəni, elə bir istisnamız yox, qaydamız yoxdur ki, hamısı 6-5 davam eləməlidir. Məsələn, ola bilsin ki, bunun 3-cü misrası 4-4-3 formasında fasilə verilir orada. Ona görə vahid bölgü prinsipi pozula bilər, amma vahid söz prinsipi pozula bilməz. Bu cümlə əzbərləyin, bu sizə çaşdırıcı testlərdə yardımcı olacaq. İndi isə buranı silək, sonra isə davam edək digər izahlarımızla. Deməli, gəldik əruz vəzinə.
Heca vəzni bildik. Vahid söz prinsipi əsasdır, dili asan anlaşıqlı olur, milli vəznidir, barmaq vəzni adlanır. Əruz vəzni isə bizə ərəb ədəbiyyatından gəlmiş bir vəzindir. Məsələn, uzun və qısa hecaların bir-birini izləməsi yolu ilə yaranır bu vəzin. Təbii ki, məsələn, bu vəzin ərəblərdə əvvəl bunların müxtəlif bəhirləri var idi. Biz də o bəhirlərdən bəzilərini mənimsəmişik. İndi testdə çox orada xırdalığa girmirəm, çünki testdə düşmür onların o xırdalığı. Yadda saxlayaq nəyim? Əruz vəzində uzun və qısa hecalar bir-birini izləyir və bu izləmə prinsipi ilə bu vəzin formalaşır. Sən uzun və qısa sözünü əzbərlə, yəni uzun və qısa hecaları harada gördün, bil ki, söhbət əruz vəznindən gedir. Əruz vəznin dili qəliz və çətin olur, alınma sözlər çox istifadə olunur və biz onu oxuyanda heca vəzni kimi intonasiyanı oxuya bilmirik. Onun fərqli oxunma tərzi var. Məsələn, şeirə bir fikir verəm, Füzulinin yenə şeiridir. Şəbi hicran yanar canım, tökər qan çeşmi geriyanım. Oyadar xəlliq əfqanım, qara bəxtim oyanmazmı? Bu şeiri oxuduq da məsələn. Görəm ki, bu heca vəzni kimi deyil. Çünki yuxarıda heca vəzni biz oxuyanda gördük ki, çox rahat, axıcı bir tərzdə oxuduq. Amma burada biraz fərqlilik var. Məsələn, bu fərqliliyə görə, oxuma tərzinə görə əruz vəzninin müxtəlif bəhirləri əmələ gəlir. Bu bəhirlər hansılardır? Bizim ədəbiyyatımızda ən çox işlənənlər hansılardır? 11-i bizdədir, ən çox işlənənlərdə oxuyuram. Rəməl bəhridir, həzəzdir, xəfifdir, səri, münsəri, müstəz və rəzəz bəhridir. Adları, yəni sizə lazım olanlar bunlardır. Rəməl bəhrində yazılmış şeirlərdə adətən mən şeiri çox yavaş formada deməliyəm. Çünki rəməl sözünün mənası vüqar, əzəmət, ləngərlənən yerimək mənasını verir. O, dəvə yerişi mənasından da gəlir. Dəvələr asta-asta belə yerirlər axı. Mən rəməldə yazılmış şeiri də formada oxumalıyam. Asta-asta, yavaş-yavaş. Amma həzəz bəhrində yazılmış şeir isə xoşagələn avaz, gözəl axıcı səs olduğu üçün mən o şeiri daha axıcı oxumalıyam. Yəni bir şeir əgər həzəzdə yazılıbsa, məsələn mən onu axıcı tərzdə oxuyacağam, çox da yubatmayacağam. Ona görə ədəbiyyatımızda bizdə əruz vəznində yazılan şeirlərin əksəriyyəti həzəz bəhrində yazılır. Adicə, məsələn, Leyli və Məcnun belə həzəz bəhrində yazılır və biz onu oxuyanda rəvan şəkildə oxuya bilirik Füzulinin öz qələmindən. Xəfif bəhri yüngül, incə, zərif deməkdir. Məsələn, Qafqaz müsəlmanlarına xitab əsəri bizdə xəfif bəhrindədir. Səri sürətli zəl deməkdir, münsəri axıcıdır. Müstəz isə kökündən qoparılmış deməkdir. Cəfər Cabbarın ana şeiri bizdə müstəzdədir. Yəni bu, niyə bunların adlarını xüsusi vurğulayıram? Çünki zaten bu əsər xəfifdədir. Müstəzdə də olan ədəbiyyatımızda testdə düşənlərdən bu əsərdir. Bunun əzbərin getsin. Rəcəz bəhri isə kəskin formada oxunmuş şeir formasıdır. Adətən ərəblər əvvəllər döyüş meydanına gedəndə adətləri üzrə şeir oxuyurlar düşmənə. Və bu döyüş meydanında oxunan şeiri tərzə necə olar sizcə? Qəhrəmanlıq ruhu ilə oxunur da, düşmənə meydan oxuma var orada. Ona görə də onlar Rəcəz bəhrində oxuyurlar o şeiri. Bizdə də Nəsiminin Sığmazam qəzəli Rəcəz bəhrindədir. Çünki deyilənə görə Nəsim bu şeiri yəni düşmənlərinə qarşı o tərzdə oxuyub. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Və ona görə də bu şeirin tərzi də Rəcəz bəhrindədir. Yəni bunları əzbərləyək. Bəhirləri bildik, əruz vəzninin bəhirlərini. Bunların xüsusiyyətləri əzbərləmək şərtdir. İndi isə gəlir sizinlə sərbəst vəznə. Sərbəst vəzn isə heca kimi və əruz kimi müxtəlif qəliblərə tabe deyil. Burada biraz sərbəstlik var adı üstündə. Bu vəzin ədəbiyyatımızda daha sonralar gəlmişdir. Öz yazıçılarımız tərəfindən ədəbiyyatımıza gəlib, amma türk ədəbiyyatında əvvəllər işlədilirdi. İndi belə türk ədəbiyyatında sərbəst vəznə kifayət qədər şeir görə bilərsiniz. Sərbəst vəzində misraların ölçüsü, hecaların sayı sərbəst olur. Burada ahəng tarazlığı vurğu və intonasiya ilə qorunur. Bunu əzbərlə, çünki sən vurğu və intonasiya ilə qorunma sözünü harada görsən, sərbəstə aid xüsusiyyətdir. Misralar dalbadal və çarpaz qafiyələnir. Bu cümləni də əzbərlə. Məsələn, vəzinə desək ki, məsələn, əruzun mu təsiri daha çoxdur, yoxsa hecanın mu təsiri daha çoxdur? Deyəcəyik ki, heca vəzinin təsiri daha çoxdur. Yəni, çünki biraz sərbəst şeir heca vəzninə oxşuyur görünüş cəhətdən, görünüş yəni oxunma cəhətdən və müəyyən ölçü özünü göstərir. Yəni, sərbəst şeir o deməkdir ki, mən tam sərbəst yazacağam, ürəyim istəyən kimi onu yazacağam. Sərbəst vəzində də müəyyən ölçü özünü göstərir. O bir uşaq böyüdür səni, ona sərbəstlik verirsən. Amma ona deyirsən ki, sən tam sərbəst deyilsən. Müəyyən qədər həddivi bil, ölçüvü gözlə. Sərbəst şeirdə o formadadır. Gəlin nümunəmizə baxaq. Məsələn, sərbəst vəzində yazılmış şeir bax bu formada olur. Görürsən ki, məsələn, biri misra uzundur, biri qısadır, biri belədir, biri elədir. Hökmandır bir qafiyə sistemi olsun. Qafiyədə biraz sərbəst olur. Məsələn, dostları çox idi, bütün yaxşı insanlar kimi. Ürəyi sadə idi, zəngin idi, bahar kimi. Görürsən, məsələn, insanlar kimi, bahar kimi cüzi qafiyələnmə var. Tək nadir deyildi, şairlərdən biri, vətəndaşlardan biri, ən yaxşı adamlardan biri. Görürsən, yəni sərbəstlik özünü göstərir.
Heca vəzn təsiri müəyyən qədəri var, qafiyə sistemində müəyyən qədəri var. Yəni sən belə bir şey görəndə, görün uzun şeirdir, biri qısa, biri uzundur, deyəcəksən ki, sərbəst vəzndə yazılmış şeirdir. Vəzinləri bildik. İndi isə gələk şeir vahidlərinə. Görək şeir vahidləri nədir? Bizə şeir vahidləri əsasən 3 yerə bölünür. Misra, beyt, bir də bənd. Misra nədir? Misra eyni sətirdən davam edən yazı tərzidir. Məsələn, bugün biz bazara getdik, sabah evə gedəcəyik. Yəni bir misrada yazılır bunlar. Yəni bir belə xəttə misra deyilir. Beyt 2 misradan ibarət olan şeir formasıdır. Məsələn, görsək ki, məsələn belə bir forma var, 2 misra var burada. Məsələn, Füzulinin söz qəzəlindəndir. Biz buna beyt deyəcəyik, tamam mı? Amma bənd isə 2-dən daha çox misra varsa şeirimizdə bənd formasında olur. Məsələn, doğulub dünyaya gəldim elə ki, çıxdı rahatlığın əlindən ana. Gecələr yatmayıb laylamı dedin, of sözü duymadım dilindən ana. Bax, bu şeirimizdə bizdə neçə misra var? 4 dənə. 4 dənə misra olsun, bu bənd nümunəsidir. Burada 5 dənə də olsa bənd olacaq, 10 dənə də olsa bənd olacaq. Yəni, biz sadəcə yadda saxlayaq, beyt 2-yə deyirik. 3 dənə olsa sən ona beyt deyə bilməzsən. 2 dənə olanda beytdir, 2-dən çox olanda bənddir, 1 dənəyə də misra deyirik. Hə, bizim dilimizdə bir də şeir şəkli anlayışı var. Bunları həmişə şagirdlər qarışdırırlar. Yadda saxlayaq. Şeir şəkli bəs nədir? Əgər sənin şeirin neçə misradan ibarətdirsə, misraların sayı qədər şeir şəkli müəyyənləşir. Məsələn, mənim şeirimdə 4 dənə misra varsa, mən deyəcəm 4lük şəklində yazılmış şeirdir. 5 dənə misra olsa 5lik şəklində yazılmış şeirdir. 10 misra olsa 10luq şəklində yazılmış üzr istəyirəm, şeir şəkli biz ona deyəcəyik. Hətta bəzi janrlarımız var ki, onlar o qədər qəlibləşirlər ki, onlar da artıq şeir şəkli adını alırlar. Məsələn, Məsnəvi bizdə 2 misradan ibarət olur da və qafiyə sistemi var onun. Əgər bir şeiri mən o formada yazsam, deyəcəm ki, məsələn, Məsnəvi şəklində yazılmış şeir şəklidir. Yəni, belə bir anlayışımız da dilimizdə var. Yəni, şeir şəkilləri isə çətin gəlməsin. Testlər nəzərə suallar düşəndə görsən ki, məsələn, 4 misra var, deyəcəksən 4lük şəklidir. Şeir vahidi deyəndə isə bu 3 anlayışı əzbəri, misra, beyt, bənd, bunlar da şeir vahidi hesab olunurlar və s. Yəni, burada çətin bir şeyimiz yoxdur. Belə, əziz dostlar, bu bizim nəzərdə ilk dərsimizdir. Yəni, sizin burada ən əhəmiyyətli edəcəyiniz şey nəzm nəsrə fərqlənən 5 xüsusiyyət əzbərləməkdir və 5 xüsusiyyətin hər birinə aid olan anlayışları öyrənməkdir, şeir vahidi, şeir şəkillərini öyrənməkdir. Növbəti dərslərdə biz artıq janrları və növləri kəsəcəyik. Elə növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın.